Ünvanlar da bəllidir rayonlarda. Bakıda gələn aydan qəzalı binaların yerləşdiyi ünvanlarda söküntü işlərinə start veriləcək. Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir sıra qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi, Babək küçəsi 23, Allahverdiyev, yəni keçmiş Frunze küçəsi 16 və 6-cı Mədən küçəsi 38 ünvanında yerləşən binaların sakinlərinə bir dəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi barədə müvafiq qurumlar tərəfindən qərar verilib. Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi ev 87, Xətai rayonu Oksigen küçəsi ev 1, Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar da söküntü işlərinin başlanacağı ünvanlar siyahısında yer alıb. Söküləcək binaların sayı təkcə Xətai rayonunda 110-u keçib. Söküntüsünə start veriləcək binalar əksəriyyəti istismara yararsız olan 2, 3 və 4 mərtəbəli yaşayış binalarıdır. Qeyd olunan binalarda mənzillərin sahələrinin müəyyənləşdirilməsi ilə bağlı ölçü işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sabunçu və Xətai icra hakimiyyətlərindən bildirilib ki, artıq investorlar cəlb olunub, işlər mərhələlərlə davam etdiriləcək. Qəzalı binaların sakinləri isə hələlik onlara kompensasiya ilə bağlı konkret söz deyilmədiyini bildirirlər. İndi hər yerin öz qiyməti var. Gərək ona görə də cəmaatı razı salsınlar. Evdən çıxardanda cəmaatı razı salsınlar. Kompensasiya necə, ürəyinizcədir, təklif olunur? Heç bizə hələ o barədə heç nə deməyiblər. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü işləri Bakının baş planına əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Amma bilavasitə dövlət tərəfindən icra olunan layihələr ki var, bu layihələr daha çox qəzalı vəziyyətdə olan çox mənzilli binaların tədricən söküntüsünü nəzərdə tutur ki, o sökülən binaların əksəriyyətinin yerində bina tikintisi nəzərdə tutulmur. Xətai, Sabunçu, Suraxanı rayonlarında qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyatları üçün alınma varsa, 20% əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub. Sevinç Vaqif qızı, Cabar Qaryağdıoğlu, Xəzər xəbər.